Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullah. Allah ibadət itaətlərinizi qəbul etsin. Nəhayət yenə də əziz, dəyərli Seyyidimizlə birgə sizin huzurinuzdayıq. Seyyid, salamu aleyküm. Selamun aleyküm ve rahmetullah. Allah sizi korusun. Allah işinize uğur versin. Allah razı olsun. Teşekkür edirəm Seyyid. Allah selam. Neçə vaxt elə bir işlər çıxırdı ki, bizə qismət olmadı, xidmətinizdə olsun Allaha ki, yenə də Allah təala tövfiqi verdi. Seyyid, təvhid mövzusunda biz söhbət edirdik. Bəli. Mənə elə gəlir ki, təvhid elə bir mövzudur ki, İslamın bütün sahələrini əhatə edir. Bəli. Və elə siz gözəl bir təklif verdiniz ki, biz adətən məhəbbət, eşq mövzusunda çox danışırlar. Bəli. Buradakı təvhidin, yəni bu mövzuda təvhidin yeri nədir? Və biz məsələn eşq, məhəbbət deyəndə burada da təvhidi görə bilərikmi? Bəli. Elə istəyirəm bu mövzuda söhbətə başlayaq. İnşallah. Bismillahirrahmanirrahim. Təşəkkür edirəm. Məhəbbətdə tövhid məbhəsini biz Qur'an-ı Kərimdə Həzrəti İbrahim əleyhissalamın dilindən öyrənirik. Aha. İbrahim əleyhissalam bir mübahisəyə qoşuldu. Yəni gəldi, gördü bir dəstə adam gecə vaxtı ulduza sitayiş eləyir. Bəli. Deyir, bu parlaq ulduz mənim tanrımdır. İbrahim əleyhissalam gördü ki, mən birbaşa bunlara desəm ki, ay bala, ulduzdan Allah olmaz, bunlar başa düşməyəcəklər. Başa düşsələr də, onların o dərrakəsindəki lazım yerə gedib çatmayacaq. Mən bunlara bir dərs verməliyəm. Həmçinin birdən-birə durub bir inkarçılıq eləyəndə, istər-istəməz dinləmirlər heç. Bəli, reaksiya əks olur. Bəli, buyurun. Ümumiyyətlə, bu, indi bəhsə girməmişdən əvvəl məncə bu haşiyə yerini tutar. Əmr be mərufda, ictimai qınaqda, nəhyəz münkərdə bu çox vacibdir. Ümumiyyətlə, Allah Teala niyə peyğəmbərləri insan olaraq göndərib? Yəni, öz ilahi elçilərini, məsələn, mələk kimi göndərməyib, cin kimi göndərməyib, nur kimi göndərməyib, məhz bizdən göndərib. Niyə? Çünki bizim dərdimizi bilməyən adam gəlib bizə deyə bilməz nə düzdür, nə düz deyil. Bəli. Sən gəl mənim vəziyyətimdə ol, mənim dünyamda yaşa, mənim emosiyalarıma sahib ol, sonra denən ki, mən də sənin kimiyəm, amma bu yolu gedirəm, sən də gəl mənim dalımca. Bu çox vacibdir. İmam Həsən Əskəri əleyhissalamın dövründə bir nəfər bir kitab yazmış, yazırdı. İshaq Kindi adlı bir nəfər. Qur'anın tənaquzatı, yəni təzadlı ayələri. Qur'anın bir-birinə zidd olan ayələri. İmam Həsən Əskəri əleyhissalam bunun bir şagirdi ilə rastlaşır. Deyirsən, filan kəsin şagirdisən, tərəf deyir, bəli. İmam buyurur, sənin xəbərin var ki, sənin ustadın belə bir kitab yazır, Qur'andakı bir-birini inkar edən ayələr. Tərəf deyir ki, yox, xəbərim yoxdur. İmam buyurur, sənə bir söz desəm ona çatdırarsan, İshaq Kindinin tələbəsi deyir ki, bəli, çatdıraram. İmam burada bir söz deyir. Buyurur, birbaşa gedib ona demə sözümü. Bir müddət onunla dost ol, onun xidmətində ol. Ustada o qədər yaxın ol, ərk eləyə biləsən, səndən söz götürsün. Sonra bu sözü deyərsən ona. O da gedir, bir müddət İshaq Kindinin evinə o qədər yaxın olur ki, o qədər xidmətində durur ki, İshaq görür ki, bu elə mənim öz balam kimidir. Günlərin bir gündə deyir ki, ustad, sizə bir söz demək istəyirəm. Nədir bu ola? Deyir ki, eşitdim, siz bir kitab yazırsınız. Qur'anda bir-birini inkar edən ayələr. Deyir, bəli, yazıram. Deyir, ustad, mümkündürmü o ayələr bir-biri ilə toqquşmur?
Siz elə başa düşürsünüz. İshak dedi ki, necə? Dedi, ola bilər Allahın nəsə məqsədi sizin başa düşdüyünüz deyil, başqa bir şeydir orada. Bu mümkündür ya yox? 1% mümkündür ya yox? İshak dayanır, fikirləşir, deyir ki, bu sənin ağlıma hardan gəldi? Dedim, oxudum, elədim, yavaş-yavaş gəldi ağlıma. Deyir, düz danış. Sən mənim şagirdimsən, mən bilirəm, sənin keyfiyyətin deyil də bu. Sənlik deyil, sənin beyninin gücü üçün deyil bu. Axırı etiraf edir ki, İmam Həsən Əskəri Aleyhisselam mənə dedi ki, bu peyğəmberi sizə çatdırın. Getdi, bütün kitabı yandırdı. İnsaflı alim idi. Bu metod çox vacibdir. O türklərin bir atalar sözü var, kimsə rastlaşmadığı günahın məsumu deyil. Bəli. Hacı, üzr istəyirəm, biraz öz telefonunuzu uzaqda tutun, biraz da özünüzə endirin. Çünki burada deyirlər, kamerada yaxşı. Bu çox vacibdir. Durursan, görsən, elə bir adama etiraz eləyir ki, onun şəraitində olsa, heç onun onda biri olmaz. Bəli. Amma deyir, görürsən bunu, bu niyə belə oldu? Və s. Bu, indi bir başqa mövzudur. Haşiyə kim dedim. İbrahim Aleyhisselam da gördü ki, mən bunlara desəm ki, ulduzdan tanrı olmaz, bunlar başa düşməzdir. Dedi, mən də qoşuluram sizə. Mən də bu ulduza, aya, günəşə sırayla başladı onlara izah eləməyə. Ulduz söndü. Ulduz sönəndə İbrahim Aleyhisselam orada bir ifadə işlədir. Buyurur, inni la uhibbul afilin. Mən sönənləri sevmirəm. Mən sona çatanları sevmirəm. Faniləri sevmirəm. Samir müəllim, bu sözdə, bu bir kəlmə sözdür, 3 kəlmə sözdə bir aləm əxlaqi nəsihətdə yatıb. Etiqadi nəsihətdə yatıb. Hətta ən fundamental inanclarımızın niyə məhz bu şəkildə olmasının səbəbi buradan çıxır. Necə çıxır? Kim fanini sevə bilər? Köpüyü kim sevir? Uşaq. Yəni, ağlı formalaşmamış birisi. Görsən, bir stəkan su qoyursan ortalığa, bir stəkan da köpük qoyursan ortalığa. Uşaq qatır köpüyə. Ağıllı adam nə fikirləşir? Deyir ki, mənə su lazımdır köpüyü, neynirəm? Nə olsun köpüyü qabarıq görünür, gözəl görünür. Mənə su lazımdır, mənim ehtiyacımı su təmin edə bilər. Köpük yox. Bizim əksəriyyətimiz uşaq kimi köpüyə qaçanlarıq. Yenə də əslində fanini sevmirik. Uşaq köpüyün faniliyini öz zehnində, vücudunda dərk eləsə, sevməz ki, özünü aldadır. Özünü aldadır. Ki, bu daimidir, bu mənim ehtiyacımı ödəyəcək. Hacı, orada həm də bir dənə də məsələ var ki, insanın təbiəti axı müvəqqətilik üçün, fanilik üçün hesablanmayıb da. İnsanın təbiəti, ruhu, onun bütün varlığı hesablanıb əbədiyyət üçün. Bəli. Ona görə bir faniliyi görəndə bunun təbiəti ilə uyğunsuzluq gəlmir, bəli. Yaranır ki, yəni mən istəyirəm əbədi yaşayayım, hər şey əbədi olsun, heç bir şeyin müvəqqəti sonu olmasın. Amma bu isə əbədidir, fanidir. Yəni mən məcburam bundan sonra başqa bir şey axtarıram. Bəli. O da arada gedəcək, sonra başqa bir şey axtarıram, sonra başqa bir şey. Ta ki öz istədiyimə, əsl o arzuma çatana qədər. İbrahim Aleyhisselam da bizə burada bunu baş salır ki, həm də oradakılara. Siz axı əslində faniləri sevən deyilsiniz, müvəqqətləri sevən deyilsiniz. Siz özünüz, məsələn, sizə bir iş təklif olunur, deyək ki, 3 ay burada işləyəcəksən. Amma o biri tərəfdə bir iş var, 100 il işləyəcəksən. Bura bəzəkli, düzəkli yerdir, o 100 il işləyəcəyin yer elə deyil. Ağıllı hansını seçəcək? 100 il işləyəcəyi yeri seçəcək də. İbrahim Aleyhisselam deyir ki, siz axı həyatda, məişətdə, iqtisadiyyatda, cəmiyyətdə beləsiz ki, uzun ömürlüləri sevirsiniz. Gedib hansı avtomobil alırsan? Daş döyəndir, uzun ömürlüdür.
Gedib hansı görsən avtomobilin komfortu superdir, almır onu. Amma kimlər almır? Müdriklər. Əsasən o qısa ömürlü, komfortlu avtomobilləri kim alır? Cavan uşaqlar. Yəni o uşaqlar ki, sonunu fikirləşmir, aqibətini fikirləşmir, müdrik deyil. İbrahim əleyhissalam deyir, sən ürəyini verdin bu ulduza. Ulduz da söndü. Sənin məhəbbətin qalır, məhbubun aradan gedir. Məhəbbət qalır, məhbub yoxdur, sən qalırsan və bir də məhəbbətdəki həsrət. Haçana tapacaqsan yenisini, adaptasiya olacaqsan, ömrü mü çatar ona? İbrahim əleyhissalam bizə başa salır ki, Tanrı seviləsi varlıqdır. Yəni, Tanrı qarşısında məsuliyyət duymalısan, bəli. Tanrının qarşısında cavabdehlik hiss eləməlisən, Tanrıdan qorxmalısan, Tanrının əmrlərinə itaat eləməlisən, amma bunlar adamı yorar. Əslində insan gərək Tanrını sevsin. Sevsə, Həzrəti İbrahim kimi gözü yumlu odun içinə, alovun içinə gedər, qorxmaz. Bıçağı çəkər oğlunun başına. Çünki bilir ki, Tanrı mənim xeyrimi istəyir. Sevir onu. Sevgi ilə gedir. Bizə başa salır ki, siz ki bu dünyadakıları sevirsiniz, dünyadan köçəndə biləcəksiniz, mən düz deyirdim. La uhibbul afilin. Bu eyni ilə Peyğəmbər sallallahu aleyhi və səlləmin o kəlamıdır ki, buyurur, Ən-nəsun niyamun, İzə mətun təbəhu. Cəmaat yatıb, öləndə oyanacaqlar. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm bizə buyurur ki, mutu qəblə ən təmutu. Nə qədər ki, ölüm mələyi gəlib sizi öldürməyib, nəfsinizi öldürün. Çünki ölüm anındakı vəziyyətiniz ən müdrik, ən ağıllı vəziyyətinizdir. Ora qədər oyun oynayacaqdır. Ora qədər boş-boş şeylərdir. Bu artıq bizə bildirir ki, nəinki məhəbbətdə tövhid olmalıdır, hətta məhəbbətin yeganə yeri tövhiddir. Yəni Allahdan başqa nə sevgiyə layiqdir, heç nə. Niyə? Çünki insan daimi olmayanı sevmək istəmir, daimi olan da kulli şeyin halikun illa vəcəh. Kullu mən aleyhə fan və yəbqa vəchu rəbbikə zülcəlali vəl-ikram. Rəbbin və Rəbbinə bağlı olanlardan başqa hər şey boş şeydir. Fanidir, ötəridir. Yəni, Əl-İslamın çox gözəl izahı var, buyurur. Dünyaya belə bağlama, çünki dünya sənə qalmayacaq. İndi bir nəfər qazanıb dünyanı. Deyir Həzrət Əliyə ki, necə dünya mənə qalmayacaq? Gör, nə qədər dünya yığmışam, qalıb mənə. Həzrət davamında onu buyurur. O sənə qalsa da, sən ona qalmayacaqsan. O qalacaq burada, sən gedəcəksən. Variant yoxdur, qaçış yolu yoxdur. Tövhiddə, məhəbbətdə tövhid əslində adam diqqətli olsa məhəbbət bəsləməli olduğumuz yeganə varlıq Allahdır. Yəni tövhid ilə məhəbbət o qədər birləşib ki, hətta başqa sahələr o qədər birləşməyib. Tövhidin başqa şaxələri bəlkə o qədər birləşməyib. Ona görə İmam-ı Sadiq əleyhissalam sual verirlər ki, dində məhəbbət var? Buyurur, Həlid-dinu illəl-hub. Sən ki deyirsən, dində məhəbbət var, yox. Mən deyirəm, ümumiyyətlə, din məhəbbətdən başqa nəsinədirmi ki, sən sual verirsən, dində məhəbbət var, ya yox. Din elə məhəbbət deməkdir. Çünki dindir qalacaq. Əslində, acı, elə Allahın bu yaratma sevgisi, eşqi də, yəni bu əsildir də, rəhmət əsildir. Bəli də. O rəhmətin də əsasında həmən o məhəbbət yanır ki, yəni Allah sevməsəydi, istəməsəydi, bu şeylər olmayacaq. Heç istəməsə cəza verməz, istəməsə insanların üçün, əməlləri üçün haqq hesab qoymaz. Məsələn, hədislər deyir ki, Allah Teala insanı hər zaman bu dünyadan aparsa, insanın xeyrinədir. Sevdiyi üçün eləyir. Niyə? Çünki əgər insanın bundan sonra da yaşaması və yaşamasından xeyir gəlməsi ehtimal olsaydı, mümkün deyildi Allah onu istəməsin. Deməli, bura qədər insan yığdığını yığıb.
bundan sonra ya şər yığacaq, ya da öləcək. Allah da qoymur şər yığsın. Bəli. Hacı, biz Allahı sevirik. Bəli. Yəni ən azı bunu iddia edirik də. Amma Allahı tanıyanda əsl o sevgi, əsl bağlılıq orada üzə çıxır. Əslində bizim içimizdə bu var. Biz məsələn də köklü bir şey axtarırıq. Bəli. Əbədi bir şey. Fitrətimizdə bu var. Fitrətimizdə də bizim ruhumuzun dərinliklərində bu var ki, yəni ötərici olan şeylərə çox da əhəmiyyət vermirik. Yəni o sevməyə dəyməz sanki. Bəli. Əslində biz ki, məsələn, dünyada bir-birimizə sevgi, məhəbbət bəsləyirik. Əslində ilahi eşqin bir cilvələridir də bunlar. Məsələn, atanı sevirik, ananı sevirik, övladı sevirik, həyat yoldaşı və s. Bir-birimizə olan sevgi, məhəbbət, Allaha olan məhəbbətin təzahürləridir. Və bu görürsən ki, insan yenə də axtarışdadır. Yenə də nəsə istəyir. Ümumiyyətlə, yığmaq istəyir, çalışmaq istəyir, qabağa getmək istəyir. O bir alim vardı, deyir ki, filan kəsə bütün səmanın cisimlərini də versən, yer kürəsini də versən, yenə də doymayacaq. Çünki əslində ilahi eşqin axtarışındadır. Ona görə dünya ilə doymur da. Görsən ki, insan bəzən çox böyük, varlı, sərvətli insandır. Amma yenə də ruhu acdır, doymur. Yəni bu dünya malı heç vaxt onun o eşqini, o içindəki yanğını söndürə bilmir. Hətta görürsən ki, heç bir problemi yox deyə, yəni varı, dövləti, boşluq var ancaq. Amma yenə də mənasızlıqda yaşayır, boşluqda yaşayır. Hətta gedir, məna görməyəndə də məcburən tapa bilmədiyi üçün gedir, intihar eləyir və s. Bu onu göstərir ki, əslində bizim daxilimizdə bu var. Biz kamalı sevirik, biz uğuru sevirik, biz tərəqqini, inkişafı, yaxşılığı, gözəlliyi sevirik. Və bunu Allahda tapanda əsl eşqə çatmış oluruq. Çünki bütün bu gözəlliklərin, dünya və içindəkilər, bizim nə qədər gözəllik görürük, bunun kökü Allahdandır. Və Allahın insana münasibəti hər kəsdən fərqlidir. Yəni, atanın övlada olan münasibətindən fərqlidir, ananın hətta övlada münasibətindən fərqlidir. Peyğəmbər buyurur, deyir, Allah o ananın övladına olan sevgisindən Allahın insana olan sevgisi daha çoxdur. Bəli. Ona görə, məsələn, Allah yaradıb, hər şey verib, bütün neymətlər, bütün insana lazım olan hər bir şərait. Sonra bundan qane olmayıb. Bizim daxilimizi də elə keyfiyyətli yaradıb ki, biz gözəlliyi sevirik, biz kamalı sevirik. Fitrətimizdə ilham şəklində qoyub onların hamısını. Əslində, bu Allahın bir lütfüdür. Cavada amir edir. Bu Allahın bir lütfüdür ki, yəni biz daxilən bu qərarları verə bilirik də ki, nə yaxşıdır, nə pis, yaxşını sevirik, pisə nifrət eləyirik və s. Sonra peyğəmbərlər göndərir, sonra kitablar göndərir. Yenə sonra yaxşı insan bir günah elədi. Cəza gəlməlidir axı. Tövbə gəlir. Cəza yoxdur. Gecikdirir. Bir dəfə, 2 dəfə, 3 dəfə, 100 dəfə, 1000 dəfə, bir ömür. Yenə də bağışlayır. Axıra qədər deyir ki, mən səni bağışlayacağam. Axıra qədər. İmam Zeynalabdin Əleyhisselam deyir dualarında, məni elə bağışladın, elə bil ki, mən heç günah eləməmişəm. Bəli. Özə deyir ki, ilahi, elə mənlə rəftar edirsən ki, mənim günahlarımı örtürsən. Əbu Həmzə Sualidətdə, yəni elə günahlarımı örtürsən, yola verirsən məni, üzmə vurmursan bu günahları, sanki məndən utanırsan. Yəni, mən səndən utanmalıyam. Amma sanki sən məndən utanırsan. Olur, böyüyün yanına gedib bir üzr istəyəndə, heç o qoymur ki, sən o üzrü dilə gətirəsən. Sanki özü də utanır ki, yəni səni utandırsın. Allah da İmam Səccad Əleyhisselam buyurur ki, bu cür rəftar edir insanı. Bu seviləsi Allahdır da. Sami müəllim, dağlardan, indi bahar fəslidir, elə söz vaxtına çəkir. Dağlardan, o qayalardan, o yerin təkindən sular ki, qalxır şəlalərə, çaylar. O çaylar hara tələsir? Hamısı dəryaya tələsir. Dəryaya çatmayana qədər şırıltısı aləmi götürür, naləsi aləmi götürür. Gözəl misaldır. Dağıdır kəndləri, obaları, adını sel qoyur. Amma bu sel hara gedir? Özünü hara çatdırmaq istəyir? Və haçan dayanır? Dəryaya çatanda dayanır, daha getmir. İnsanın
cismi haqqında da, ruhu haqqında da belə bir ifadə. Ruh, cismi haqqında deyirlər ki, adamın gözünü nə doyurdurar? Torpaq. Bu dünyada zülmlər, haqsızlıqlar, vurmalar, yıxmalar, qazandılar, aləmi qatır bir-birinə. Bu cisim torpağa qovuşdu, dayanır. Amma ruh torpaqlıq deyil axı. Ruh da gərək öz dəryasına qovuşsun. Ki, Hafiz deyir, səfərimizin Hafiz də deyir ki, Murğ-ı bağ-ı mələkutəm, neyəməz aləmi xaç, çənd ruzi qəfəsi saxtı əndəz bədənəm. Mən mələklər aləminin bağının sakiniyəm. Torpaq aləmindən deyiləm. Bir neçə günlük bədənimdən bir qəfəs düzəldiblər, məni saxlayıblar burada. Azərbaycancası da vardı, ey bülbülü qüdsi, nə giriftarı qəfəssən, sındır qəfəsi taza gülistan tələb eylə. Yəni, onun tərcüməsi deyil. Yəni, insan oralı olduğu üçün... Bir dənə də şeir var, yadımda qaldı, bilməm, Hafizindir ya Cəvaləddin Ruminin deyilir ki, əgər dərdələt qol gözərət, qol başı, vərnə bulbul biqərar, bulbul başı. تو جز ایو او کل است اگر روزی چند اندیشه کل پیشه کنی کل باشی. Moğolavin olar o öyle. Fəlsəfi mövzulardır. Deyir ki, sən əgər gül fikirləşsən, niyyətin güldürsə, gül ətri verəcəksən. Yox, bülbüldürsə, sən də elə bülbül kimi biqərar olarsan. Məcnun olacaq. Məcnun olacaq. Sonra deyir ki, sən hissəsən, cüzsən. Küllə qovuşmalısan. O isə küldür, tam töv odur. Əgər bir neçə gündür onu küllə qovuşmağı fikirləşsən, sən də elə kül olacaqsan. Yəni, böyüyərsən, kamil olacaqsan. Həyata da o cür baxacaqsın. Mən fikir verirsiniz, yox, bizim bütün, bu deyir ya, İslam tövhiddən ibarətdir. Əslində, insan fikirləşəndə, o bütün bu həyatdakı çarpışmalar filanlar, təsəvvür edin, biri Xristiyandır, o Xristiyanlıq aləmində min oyun çıxardır. Yahudidir, Yahudilik aləmində min oyun çıxardır. Müsəlmandır, İslam çərçivəsində min oyun çıxardır. Ateistdir, ateizmdə. Biri biznesmen də orada min hoqqadan çıxır. Biri siyasətçidir, biri döyüşçüdür, biri nə bilim alimdir. Hamısı gəlir bu hayküy ölüm anında susur. Niyə? Çünki küllə orada qovuşur. İnsan başa düşsə ki, bunlar hamısı təfərrüatdır. Əsas məqsəd ora gedəndə, ora çatanda, o küllə qovuşanda necə gedib çatacaqsan? Qətrə sanki dənizə qovuşur. Necə gedib çatacaqsan? Məhəbbətdə tövhid. Quran-ı Kərimdə çoxlu ayələr var. Məsələn, Hacı, bir dənə də elə sual formasında qoyuram. Buyurun. Tövhid adətən biz deyirik ki, yalnız və yalnız Allah. Sən ibadətdə kimisə orada şərik etsən batildir. Bəli. İyyəkə nə'budu. Yalnız və yalnız Allah ibadət. Amma məhəbbətdə axı biz başqalarını sevirik. Bunu necə həll edirik? Yəni Allahdan başqasını da yerə sevək də, peyğəmbəri sevirik, ailəmizi sevirik, insanları sevirik. Bəli. Tövhidin bu hasarını, çərçivəsini Peyğəmbər sallallahu əleyhi və aleyhin şəriəti bizə Freudin də gətirib göstərib. Freudin 2 dənə maddəsi var. Namaz kimi vacibdir, oruc kimi vacibdir bizə. Biri təvəlladır, yəni Allahın icazə verdiklərini sevmək, biri təbərradır, yəni Allahın sevməyə icazə vermədiklərini sevməmək. Bunlar vacib şərtlərdir. Allah Taala və ona aid olanları sevmək. Allaha aid olmayanları sevməmək. Yəni gətirib çıxardıq tövhiddən. Tövhidin başqa şeylərdir, ibadət də belədir. Əslində hacı, o insan bu deyir ki, Allahın icazə verdiyini sevmək, icazə vermədiyini sevmək, bu əslində insanın daxili quruluşunun ifadəsidir o. Bəli. Necə? Yəni əslində insanın daxili əmr etmək, icazəzad əslində burada lazım deyil. İnsan nəyi sevir? Fitrətinə qayıda bilsə. Bəli, insan nəyi sevir?
insan yaxşılığı sevir də. Bəli. Yaxşılığın mənbəyi də Allahdır. Məsələn, pisliyə nifrət eləyir. O ki, yəni Allah icazə verdiyini sevir, icazə verilməyini sevmir. Əslində bu demək ki, insan daxili də belədir. İnsanın fəlsəfəsi də, həyatın fəlsəfəsi də belədir. Yəni naturallıq budur, orijinallıq budur. Əsl budur. Məsələn, itaətdə tövhid. Yalnız Allaha itaat etməliyik. Bəli. Bizə Allah buyurub, ata-anaya da itaat elə. Onu neyniyək? Peyğəmbərə itaat elə. Peyğəmbərə itaat elə, imama itaat elə, döyüşdə komandirə itaat elə, müəllimə itaat elə. Onu nə edək? Qanunlara itaat elə. Onlar da Allah buyurduğu üçün biz itaat edirik. Bu da tövhid olur. Ya məsələn, namazda hər gün 10 dəfə Allah bizə tapşırır ki, deyək ki, İyyəkə nə'budu və İyyəkə nəstə'in. Yalnız sənə ibadət edirik və yalnız səndən kömək istəyirik. Kömək alırıq. Axı biz bir-birimizdən də kömək alırıq. Sürücüdən kömək alırıq, bizi məqsədə çatdırsın. Həkimdən kömək alırıq, bizə şəfa versin. Buyurur, bunlara da Allah icazə verdiyi üçün icazəniz var bunları istəməyə. İşin əsli Allaha qayıdır. Əsli Allahdır. Sonra müəllim, məhəbbətdə biraz fərqlidir. Məhəbbətdə niyə fərqlidir? Baxın, itaətdə tövhid var, kömək almaqda tövhid var, ibadətdə tövhid var, qorxmaqda tövhid var və s. Bunların hamısında sonunda sevgi yaranır. Məsələn, valideynə itaət edirsən, sonunda nə yaranır? Sevgi yaranır. Birindən yardım alırsan, nə yaranır? Sevgi yaranır. O sevgidə tövhid əslində bunlardan çətindir. Niyə? Çünki bunlarda itaat elədim, yetdi. Amma sevgi ki yarandı, lazım olanda qırmalısan İbrahim əleyhissalam kimi. Sevgidə, məhəbbətdə tövhidə çatmaq bəzən öz oğlunun başına bıçaq çəkmək kimi çətin olur. Asan deyil, çox çətindir. Yəni, məhəbbətdə tövhid əslində tövhidin lap o məğzidir. Və məhəbbətdə bayaq siz vurduğunuz kimi insan nə vaxt birini sevə bilər? Onu tanısa ya tanımasa. Onu tanısa sevə bilər. Allahı da dərk etdikcə insan sevir və sevdikcə dərk etmə yolları açılır. Bunlar bir-birlərinə lazım, məzumdur, bir-birlərini tələb eləyirlər. Əslində məhəbbətdə tövhid daha yüksək səviyyəli tövhiddir. Ona görə tövhidin qəhrəmanı Quran-ı Kərimdə İbrahim əleyhissalamdır. Ləqəbi nədir? Xəlilullah. Allahın dostu, sevdiyi. Bizim Peyğəmbərin ləqəbi nədir? Həbibullah. Allahın məhbubu. İmam Sadiq əleyhissalam nə buyurur? Buyurur ki, əfdəlul ibadə mən əşiqəl ibadə. İbadətlərin ən üstünü وَعَانَقَهُ diqqət eləyin, demir. Əfdəlul ibadə əl-işq bil-ibadə. Demir, ibadətlərin ən üstünü ibadəti sevməkdir. Deyir, mən əşiqəl ibadə. İbadətlərin ən üstünü o şəxsin özüdür ki, ibadətə aşiqdir. İbadətlə aşiq məşuqdur. İbadətə, namaza, oruca, zat kimi baxmır ki, yenə də gəldi, durumda. Bu da yaxşıdır, ha, Allahdan qorxmaq, bununla başlayır hər şey. Amma əfzəl o ibadətdir ki, o şəxsdir ki, aşiqdir ibadətə. Baxın, eşq, məhəbbət, sevgi, hübb, din əslində İmam-ı Sadiq əleyhissalamın kəlamı kimi sadəcə sevgidən və nifrətdən ibarətdir. Allaha aid olanları sevəcəksən, Allaha aid olmayanları sevməyəcəksən. Hətta Allah Taala dönə-dönə Quranın bir çox ayələrində qırır bəzi şeyləri. Bir ayədə buyurur ki, əgər atalarınız, övladlarınız, bazarlarınız, evləriniz, sevdikləriniz Allah, Peyğəmbəri və onların yolunda cihad eləməkdən daha çox sizə sevimlidirsə, Allahın bəlasını gözləyin. Allahın bəlasını gözləyin. Allah çox qısqanırdı. Hacı, biz müqayisədə, əgər gəlib müqayisə etsək, hər şeyin sonunda gəlib Allahla rastlaşırıq. İnna lillahi və inna ileyhi raciun. Hansı ki, onunla heç kəs və heç kim müqayisə oluna bilməz. Bəli.
biz məsələn o Əlan Cəfəri, Allah rəhmət eləsin, Məmməd Təqi Cəfəri Nəhcü Bəlağə yazdığı həmən o şərhdə, birinci cilddə, orada həyat nədir, ümumiyyətlə, həyat nədir, eşq nədir, o şeylərdən bəhs edib. Orada deyir ki, sən həyatın qayəsi nədir də, həyatın hədəfi nədir? Deyir, məsələn, sən nə üçün çalışırsansa, nələri nə üçün qurban verirsənsə, o sənin birinci hədəflərindir. Bəli. Məsələn, sən nə üçün çalışırsan? Məsələn, insan həyatda qalmaq üçün çalışır. Deyir ki, bu yerdə sənin həyatının hədəfi, Əsas hədəfi həyatdır. Həyatdır. Və sən həyatda qalmaq üçün çalışmaq. Hər şey üçün ki, ona qurban verirsin. Bəli. Yəni, biz hətta görürsən ki, Allah Təbarək və Teala sənin canını qorumaq üçün hətta deyib ki, malını ver, hər şeydən ver, ta ki, hətta deyir ki, məsələn, donuz ət də yeyə bilərsən. Bəli. Ölməmək üçün. Ölməmək üçün, həyatını qorumaq üçün donuz ət də. Amma gəlib bir yerdə ki, o ali dəyərlərlə bu həyat toqquşur. İlahiyyatla həyat toqquşur. Burada icazə vermir ki, sən öz həyatın üçün o dəyərləri qurban verəsən. Yox. Yəni o dəyərlər həyatından qiymətlidir. Nə qədər ki, biz həyatdan daha qiymətli şey tapmamışıq, ən qiymətli şey bizim həyatımızdır. Bunu qorumalıyıq. Amma elə ki, bundan daha qiymətli bir şey tapdıq, bu da ona qurban olmalıdır. Bu əslində ona qurban olmalıdır. Sami müəllim, bu nə vaxt baş verə bilər? Mərifətlə, tanımaqla. Və nəticədə o dəyərləri özündən çox sevəsən. Yoxsa qurban verə bilməzsən. Ona görə Quran-ı Kərim məsələn buyurur ki, وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلَّهِ. Möminlər Allahı çox şiddətlə sevirlər. Çox belə aşiqdirlər Allaha. Yəni, ilahi dəyərləri əslində müdafiə etmək, onların yolunda can vermək, cihad etmək, elə o dəyərlərdən biri də elə vətəni qorumaqdır, işğalçılarla mübarizə aparmaqdır və s. Bunlar hamısı Allahın ilahi dəyərlər olduğu üçün Allahın adının ucalığıdır. Allahın tapşırığını yerinə yetirməkdir və o dəyərləri ucaltmaqdır deyə ona görə bu sevgidə təbii ki, bu Allahla heç kəs müqayisə olunmaz. Ona görə məsələn bəli, bir yerdə bəli bazarımız bizim üçün əzizdir. İqtisadiyyatımız bizim üçün əzizdir. Pulumuz olmasa, iqtisadiyyatımız olmasa nə özümüzü, nə ailəmizi dolandıra bilmərik, əhalimizi dolandıra bilmərik. Bu əzizdir bizim üçün. Çünki izzəti nəfsimizi qoruyur, bizim izzətimizi qoruyur. Və gəlir ailə də onun içində gedir, övladlar, ata, ana, dostlar, əşirət, hamısı ta gəldi, toqquşdu. Allah ilə, Allah uğrunda, Allahın yolu ilə, siratla. Ya peyğəmbərlə, ya cihadla. Onda onu önə çəkməlisən. Və bu da haçan mümkündür insan üçün psixoloji olaraq? Onu canından çox sevsin. Gəldi məhəbbətdə tövhidə, görürsünüz? Məhəbbətdə tövhid. Hacı, həm də insan burada böyük bir mərifət də kəsb etməlidir. Yəni, əslində, ata-ananı kim yaradıb? Allah. Bizi kim yaradıb? Onları kim sevdirib bizə? Allah. Bu şeyləri insan dərk etməli. Əslində Allah bunu eləyib. Allah o nemətləri verib. Əsl odur. O qalsın kənarda, sən bunları sevəsən. Sevə, amma onun sevdiyi üçün sev, bəli. Toqquşanda gərək üstünlüyü verəsən. Allah Rəsulü və onun yolunda cihad. Çox bilmirəm, vaxtımız var yoxsa yox. 35-dir. Siz əgər əlavəniz varsa, buyurun. Bu çox geniş mövzudur əslində. Bir neçə ayələr də var bu barədə. Maraqlıdır ki, Allah Taala bizim dinə tabi olmağımızı, dinə əməl etməyimizi bizim ağzımıza söz atır ki, sevgi ilə həll edin məsələn. Deyir ki, qul in kuntum tuhibbunallah fəttəbi'uni yuhibbukumullah. Peyğəmbər deyirən ki, əgər doğrudan Allahı sevənsinizsə, yəni biz Allahı sevənik, hardan gəldi çıxdı söhbət bura? Çünki əsl budur, sevgidən başqa variant yoxdur. Adam sevmədiyin, Allah bizi sevməsəydi yaradardı? Yox. Biz də Allah Taala'nı sevməsək ona necə ibadət edir? Bu ibadət
Düzdür, əslində müqəddim olaraq vacibdir olsa, amma qondarma olar eyni şəkildə qalsa. Nə qədər rol oynayacaqsın? Gələ ilahi sevgi gəlsin. Əgər Allahı sevənsinizsə, bu iddianız varsa, kimsə deyə bilməz ki, mənim iddiam yoxdur. Yoxdur və sənin məntiqin getdi işin dalıyca bu dünyada. Sən bundan sonra heç bir məntiq irəli sürə bilməzsən. Deyə bilməzsən, bu evi istəyirəm. Niyə? Ged qumsallıqda ev tikdə. Yox, o uçacaq. Bəs sən deyirdin, uzun ömürlüyünü sevmirəm. Və s. və ilə axır. İnsan keyfiyyəti sevir. İnsan uzun ömürlü əbədiliyi sevir. Əbədiliyi Allahı sevənsinizsə yolu budur. Peyğəmbər nə edir, onu edin. Onda nə olacaq? Yəni, ilahi, mən səni sevən olduğumu sübut eləsəm, getsəm Peyğəmbərin dalısıca, onu izləsəm, ona tabi olsam, nə qazanacam? Allah mükafat olaraq nə verir? Yuhbibkumullah. Allah sizi sevəcək. Yenə gəldi ilahi məhəbbətə. Əslində bu işlənilməmiş mövzudur. Buna girişsə adam görər ki... Bir dənə ayə deyim, siz həqiqətən çox gözəl nöqtəyə toxundunuz. Buyurur ki, əgər siz Allahın dinindən çıxsanız, mürtədd olsanız, Allah tezliklə bir xalqı gətirər. Bəli. Buyurur. Allah onları sevir. Bəli. Onlar da Allahı sevirlər. Yenə gətirir çıxartdı sevgi. Birinci xüsusiyyətdir, hacı. Yəni sizin sevgisizliyinizdən Allahın azı. Əzzətin aləl kafir, əzillətin aləl müminin. Bu öz yerində sonra deyir ki... O da nəyə görədir? O da sevgiyə görədir də. Hamısı. Yəni Allah onları sevir. Əsas məsələ budur. Yəni Allahın sevgisini bunlar gəlir. Sami müəllim, onun təfsirini də mən Peyğəmbər sallallahu aleyhi və alihin Xeybər döyüşündən deyim. Dedi, sabah bayrağı elə bir kişiyə verəcəm. O Allah və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir. Yəni siz ona görə məğlub olursunuz ki, sevmirsiniz Allahı. Allahı sevsəydiniz, gələn qılıncdan, oxdan, nizədən qorxmazdınız. Şəhadətdən qorxmazdınız. Din, İmam Sadiq Əsəlam sözü öz yerini tapır. Din ümumiyyətlə məhəbbətdən başqa bir şey deyil. Bir də, hacı, mən zəruri görürəm ki, o valideyn, övlad sevgisində Allahla müqayisə etdik bayaq. Burada biz bəzi şeylər açıqlama verməliyik. Çünki elə başa düşürlər ki, yox, yəni bu mühüm deyil, övlad sevgisi ya valideyn sevgisi falan. Yəni biz o şəraitdə, Quran-ı Kərim o şəraitdə toxunur ki, burada artıq bir müqayisə var. Yəni məsələn deyirəm, düşmən gəlib sənin vətənini işğal eləyir, sənin torpağını işğal eləyir, gəlib hər cürə fitnə fəsad da törədəcək, zəll eləyəcək, min cür o müsibətlər gətirəcək əhalinin başına. Məsələn, burada ata sənə desə ki, yox, sən müdafiə etmə. Ya övlad sənə desə ki, müdafiə etmə. Ya həyat yoldaşı desə, müdafiə etmə. Allah sevgisi ilə bu sevgilər toqquşacaq. Bu yerdə mən sonun bir nümunəsini deyim. Ona görə deyim ki, o məqamı gərək deməsə, cəmat edə bilər ki, yox, məsələn, mühümdür, yox. Bu o yerdədir ki, bəli, məsələn, düşmən gəlir, səni işğal eləyir, ata deyir ki, getmə. Bu mühümdür, amma ondan da mühümü var. İbrahim əleyhissalamı, əgər bu məsələ ki, siz qeyd edildiniz, bunu adam təhlil eləməsə, heç bir vəclə Allahın Həzrəti İbrahim əleyhissalama etdiyi əmri başa düşmək olmaz. Deyir, sabah ki, oğlumun başını kəs. İlahi, mən niyə oğlumun başını kəsməliyəm? 80 yaşıma qədər mənə övlad verməmişsən. Övlad həsrətində olmuşam. Demişəm, ləbbeyk. Sən bilən məsləhətdir. 80 yaşımda mənə bir övlad vermirsən. Demişsən, apar qoy çölün düzündə anası ilə birlikdə 14 il onu görmə. Demişəm, ləbbeyk. İndi gəlmişəm, görmüşəm, maşallah, yeniyetmə oğlu olub. Deyirsən, get onun başını kəs. Əgər biz ilahi dəyərlər düz başa düşməsək, bunu başa düşmərik. Başını kəs demədi ki, başını qopart, dedi. İnni ərə fil mənami ənni əzbəhuk. Mən gördüm ki, sənin başını kəsirəm. Kəsdim yox. Prosesi gördüm. O qədər Allah istədi. Niyə? Baxın, bunu Bəqərə surəsinin 124-cü İmamət ayəsi ilə başa düşürük. Nə deyir orada?
Və idibtələ İbrahimə Rəbbuhu bi kəlimatin fətəmməhunə. Elə ki Allah İbrahimi müxtəlif sınaqlarla sınadı, İbrahim əleyhissalam sınaqları tamamladı, üzü ağ çıxdı. Allah nə buyurdu? Qalə inni cəalikə linnəsi imam. İndi sən imam təyinlədi. Yəni sən istəyirsən cəmiyyətin mənəvi rəhbəri olasan, cəmiyyəti idarə edəsən, Allahın hökmünə əsasən, sabah sənin İsmail qədər sevimli oğlun əli əyri olsa, onu başqasının övladını edama məhkum etdiyin kimi edama məhkum edə biləcəksən ya yox. O məhəbbəti çıxara biləcəksən qəlbindən ya yox. Allah heç kəsi belə sınaq qarşısına qoymaz. Çıxaracaqsansa sənə imam təyin edirəm. İbrahim Əleyhisselam sübut elədi. İbrahim Əleyhisselam əsəbləşdi ki, Allah mənə bir əmr verib və mən ömrümdə ilk dəfə onun yerinə yetirə bilmirəm. Kəsirəm, kəsmir, bıçaq kəsmir. Niyə? Çünki bilirdi imamət nə deməkdir. Və bilirdi ki, imamət üçün gərək nələrdənsə keçəsən. Necə ki, sən imam olandan sonra, lider olandan sonra, başqa cəmaatın övladı əli əyri olsa, onun əlini kəsəcəksən. Get oğluvunu da görmə, başını kəsə bilirsən. Bu ədalətin ən çətin və sərt üzüdür. Yoxsa imam ola bilməz. Ona görə, məsələn, mən düşünürəm ki, Həzrəti Əleyhisselam niyə bu qədər ağlayırdı, niyə bu qədər... Və ona görə Həzrəti Əli buyurur ki, qızım Zeynəb də oğurluq eləsə, Beytülmal götürsə, əlini kəsər. Əlini kəsər. Və yaxud, məsələn, Həzrəti Əleyhisselam valilər təyin edirdi. Onlar ağlayırdılar. Cəmaat ölür bunun üçün, bu məqama çatmaq üçün. Çünki bilirdilər əleynin valisi olmaq nə deməkdir. Amma onlar başa düşürdülər ki, yəni sabah bu ədalət mənim əksimə ola bilər. Mənim ailə üzvlərimdən, övladından biri xilaf etdi. Ona görə sən bu həddi icra edə bilərəm. O deyir, Həzrəti Əmirül-Müminin şairi var idi. O Nəcaşi. Nəcaşi, bəli. O Muaviyyənin elə həcv eləyirdi, Muaviyyənin ordusunu, Muaviyyənin özünü. Yəni indiki informasiya müharibəsində ən qalib və kəskin söz deyən idi. Təsəvvür edin, elə şeirləri vardı ki, indi də yəni onun şeirləri təsəvvürlər, yəni insan söz deyir, bir dənə məsələn status paylaşır. Bir gündən sonra unudulur o status gedir. Bu şeir deyib, 1000 ildir bu kitablarda bu şeir hələ də qalır. Gör necə şeirlər deyib də vaxtında və məqamında. İndi bu adam bir nəfər bunu azdırdı, getdi şərab içdi özdə Ramazan ayında. Gəldilər, özü açıq-aşkar. Həzrəti Əmirül-Müminin dedi ki, yəni ilahi hədd icra olunmalı. Yəni açıq-aşkar olmasaydı sübut yox idi. Bəli, bəli. Aşkar olduğu üçün 80 şallaq buna vurulmalıdır və 20 şallaq da Ramazanın ehtiramını qorumadığı üçün buna əlavə də 20 şallaq vurulmalıdır. Yəni 100 dənə şallaq buna vurulmalıdır. Onun nəsli gəldi. Ağsaqqalları gəldi ki, yəni bu şəxsi sən tanıyırsan, biz öz cavanlarımızı səni deyib gətiririk Bu kişinin şeirləri ilə sən sevmişik. Kişinin şeirləri sən ordu kimi sənin xidmətindədir. Sən bu nə işdir? Bu olmaz. Biz cavanlarımızı nə cavab verərik? Onlar da sənin ətrafından qaçarlar. Yəni ən həssas bir yer. Hətta öz dostları da gəldi dediyi. Əleyhisselam yaxın sahabələrdir ki, bəlkə yəni bunu eləməyək də. Yəni bu xəncər kimidir də bu. Bu adam şeir deyir, ordu dağılır. Sonra gedər qoşular o tərəfə. Həzrət Əmirul ki, ilahi ədalətdən keçə bilmərəm. Və keçmədi. Və sonra bunlar o nəsli ilə, o böyükləri ilə, dostları ilə hamısı keçib getdi Muaviyyənin tərəfinə. Muaviyyə deyəndə ki, Nəcaşi gəlir. Sən yadındadır, Siffeydə şeir deyirdi falan. Deyir, Muaviyyə elə sevindi. Başına pul qoymuşdu yəni. Deyir, çağırın, bir məclis qurdu. Məclis qurdu, sən çıx. Hadisə necə olub onu danış ki, baxın bu müharibə şəraitində təsirə düşmüşdü bizim əleyhimizə danışırdı. Haqq fizik. İndi gör, bu Əli haqqında nələr danışaq. Orada onun dostu vardı. Yusuf ibn Mehdi idi deyəsən, ya kim idi? Orada deyir ki, Muaviyyə, biz Əlinin zülmündən qaçmamışıq. Biz Əlinin ədalətindən qaçmışıq. Əmirül-Müminin bu söz çatanda deyir ki, andullah Allaha, əgər o bu sözü deyəndən sonra ölsəydi şəhid idi.
Yəni o yerdə, O məqamda. o məqamda əlini orada müdafiə edir. Yəni Əmirül-Mömininin çətinliyi bax burada idi. Necə olur ki, kim oğrudur, kim şəriətin xilafına gedib, hamısı gedir qovuşur Muaviyəyə. Amma Təmizlər oradan qaçır gəlibdir. amma bir nəfər oğru, bir nəfər quldur gəlib Həzrət səndən ayrılıb Həzrət Əliyə qoşulmur. Ancaq təmizlər gəlir. Çünki o burada oğurluq elə bilməyəcək. Amma burada isə oğrular, quldurlar Görürlər hamısı. sənin yanında yaxşı minbir şərait var. Təşəkkür edirik. Mən təşəkkür edirəm. Çox Allah gözəl sizi mənəvi qorusun. söhbət oldu. Minnətdarıq sizə. Təşəkkür. Allaha əmanət olun. Çox sağ olun. Sağ olun. Allah'a emanet. Allah razı olsun hamınızdan.